Və siz də sinqin orqanizmimiz üçün nə qədər vacib olduğunu bilirdinizmi? Ortalama hesabla bədənimizdə gündə sinqə olan ehtiyac xanımlarda 8-9, kişilərdə 11-12, hamilə və südverən xanımlarda 11-13, uşaqlarda isə yaşa görə 2-8 mq olur. Öz gündəlik qidalarımızda sinqi nələrdən alırıq? Ət məhsulları, süd məhsulları, dəniz və balıq məhsulları, paxlallar, taxıllar, ən önəmlisi isə yenə sinqidə əlavəsi olan sink kapsulundan. Orqanizmdə sink çatışmamazlığında bədən buna tez reaksiya verir və sink orqanizmdə nə kimi rollar oynayır? İmmuniteti gücləndirir, bədənimizdə infeksiya və virusa qarşı davamlılığı artırır. Dəri, saç, dırnaqlarımız üçün çox vacibdir. Dəri xəstəliklərinin qarşısını alır, saç tökülməsini azaldır. Yaraların sürətlə sağalmasına köməklik göstərir. Hormonal balansı tənzimləyir. Uşaqlarda böyümə və inkişaf üçün çox vacibdir. Sink bədənimizdə gündəlik saxlanılmadığı üçün gündəlik sink olan ehtiyac vacibdir. Nəticəsini isə yalnız istifadə edənlər bilər. Əgər siz də bu kimi problemlərdən əziyyət çəkirsinizsə, mənimlə əlaqə saxlaya bilərsiniz.